İlk öncədən evin tikilisi alıcılara maraqlıdır. Bəli, bu ev şəxsən çox gözəl bir materiallardan və gözəl ustalar işləyib burada, hörmətli izləyicilərimiz. Yəni çox keyfiyyətli, yüksək səviyyədə gördüyünüz kimi belə bir gözəl ev inşa edilib. Deməli, hardayıq? Albalıda gözəl bir havası olan ərazisində, əsas yolun kənarında, hörmətli izləyicilərimiz, gördüyünüz kimi bura yoldur. 3 sotun içərisində sizlər üçün belə bir gözəl ev çəkməyə gəlmişik. Gördüyünüz kimi həyəti gözəl tarqov daşlar döşənilib. Həyətində gördüyünüz kimi qapısı jalüzlə idarə olunur. Yəni put vasitəsilə idarə olunur və bu evimizin, hörmətli izləyicilərimiz, bütün kommunalları daimidir və həyətində burada kladovkası mövcuddur və evdə bütün istilik sisteminin kombi aparatı burada quraşdırılacaq və burada isə su sayğacıdır. Və burada isə sol tərəfində kladovkanın sanitar qovşaq və hamam otağı mövcuddur. Gördüyünüz kimi ikisi bir arada. Evin qarşısını sizlərə göstərdim. Həmçinin bu evin hər iki tərəfdən rahatlıqla gördüyünüz kimi 1 metrə yer saxlanılıb. Arxasına keçid etmək üçün və arxasında padvalın yeri mövcuddur. Digər otaqlara keçid etmək üçün. Qarşısı terraslandır evimizin və evimiz isə yerdən 7 daş kürsülüdür. O da nəzərinizə çatdırım. Və gördüyünüz kimi terrası çox geniş, gözəl terrası var. Yəni stol, stulunuzu və yaxud da divana kimi burada yerləşdirə bilərsiniz. Elə bir geniş, gözəl terrasdır. Və terrasdan mətbəxlə çıxır, girik çıxır. Gördüyünüz kimi. Gözəl yeməyimizi pişirdiniz. Burada gözəl əyləşmək üçün əsl bir əlverişli yerdir. Mətbəxi çəkdim, göstərdim. Keçid edək əsas evin girişindən. Maşallah, evimizə söz ola bilməz. Gördüyünüz kimi koridor sistemindədir. Ona nəzərdə çatdırım. Koridor, mətbəx, sanitar qovşaq istipollandır və bütün otaqlar isə kombi iləndir. Kombinin aparatı ilə. Gördüyünüz kimi gözəl evimizdə çırçıraqlar koridorunda gizli işıqlarına belə mətbəx otağını sizlərə çəkim göstərim. Mətbəx mebeli yeni quraşdırılıb, evin zövquna uyğun. Gördüyünüz kimi və şəbəkə stilli pəncərə iləndir. Keçid edək digər otaqlara. Sol tərəfdə isə yerləşir gözəl, geniş qonaq otağı. Gördüyünüz kimi genişlik göz qarşısındadır. Yəni telefon ilə balaca görsənə bilər, amma reallıqla, gözlə inşallah gəlib alıcılarımız baxa bilər. Maşlığı evlər səhifəsindən də gələn alıcılarımıza yəqin gözəl endirimlər olur. Özünüz bilirsiniz. Burada bir yataq otağı, 2 yataq otağı ailə üçün nəzərdə tutulmuş, genişlik göz qarşısında. Və 3-cü yataq otağı. Sanitar qovşağı da sizlərə çəkim göstərim. Asma tavanla bütün aksesuarlar sanitar qovşaqda mövcuddur. Və burada isə kabinası. Qiymət də 148.000 manat. Startı qiymət deyilir. İnşallah real alıcı endirim olacaq. Əlaqə nömrələrimizi səhifədə qeyd olunub. Bu ev kimə maraqlıdırsa, bizim əlaqə nömrələrimizi səhifəmizdən götürüb bizimlə əlaqə saxlayıb, biz sizə bu evi göstərə bilərik. Hələlik sağ olun.